Salam, hər vaxtınız xeyir olsun. Əziz kanal izləyiciləri və əziz abituriyentlər, yeni 2025 riyaziyyat test toplusundan izahlarımız davam edir. Bugünkü mövzumuz y bərabərdir x kvadratı, y bərabərdir x üstü n funksiyaları, kvadratik funksiya, onların qrafikləri və qrafiklərin çevrilmələri olacaq. Vaxt itirmədən baxaq sualların izahına. Deməli, başlayaq birinci sualdan. Birinci sualda bizə ax kvadratı minus bx plus 7 kvadratik funksiyası verilib. Və bu funksiya üçün y-3 bərabərdir 10 olarsa 3a plus b cəmin tapın deyir. y-3 o deməkdir ki, uşaqlar kvadratik funksiyada x arqumentinin yerinə -3 qoyanda funksiyamız 10 qiymətini alır. Ona görə verilənləri funksiyada yerinə qoysaq, olacaq 10 bərabərdir. A vurulsun, x arqumentinin yerinə -3 qoyacam, -3-ün kvadratı çıxılsın, b vurulsun, -3, üzərinə gəlinsin 7. Buradan 10 bərabər olacaq, -3-ün kvadratı 9 eləyir, 9a. -3-ün -b hasili müsbət 3b, üzərinə gəlinsin 7. Daha sonra bərabərliyin sağ tərəfindəki müsbət 7-ni bərabərliyin soluna keçirsək, olacaq 10 çıxaq 7 bərabərdir 9a, üzərinə gəlinsin 3b. Buradan 9a üzərinə gəlinsin 3b ifadəmizin 10 çıxılsın 7, 3-ə bərabər olduğunu alırıq. Daha sonra bərabərliyin hər tərəfini 3-ə bölsək, 3a plus b ifadəmizin 3 bölünsün 3, yəni 1-ə bərabər olduğunu alarıq. Ona görə birinci sualda doğru cavabımız olacaq C variantı. Növbəti ikinci sualda funksiyalardan hansı kvadratik funksiyadır deyir. Deməli, kvadratik funksiyaların ümumi şəkli y bərabərdir ax kvadratı, üzərinə gəlinsin bx, üzərinə gəlinsin c şəklində olmalıdır. Və buna uyğun olan variant A variantıdır. İkinci sualda doğru cavabımız olacaq A variantı. Növbəti üçüncü suala baxaq. Bizə yenə bir kvadratik funksiya verilib. Bu funksiyanın qrafik üzərində absisi ordinatına bərabər olan nöqtəni tapın. Absisi ordinatına bərabər olan nöqtəni tapmaqdan ötürü biz burada x bərabərdir y bərabərliyindən istifadə etməliyik. Çünki absisi ordinatına bərabərsə, deməli x və y bir-birinə bərabər olmalıdır. Funksiyada y-in yerinə x yazsam olacaq x bərabərdir x-in kvadratı çıxılsın 5x, üzərinə gəlinsin 9a. Daha sonra bərabərliyin sonundakı müsbət x-i sağa keçirsəm olacaq x kvadratı çıxılsın 6x, üzərinə gəl 9 bərabər olacaq 0-a. Bərabərliyin sol tərəfi görürük ki, müxtəsər Roma düsturuna görə x çıxılsın 3-ün mötərizə kvadratıdır, bərabər olmalıdır 0-a. Buradan x çıxılsın 3 ifadəsinin 0 olması lazımdır və buradan x-in 3 olduğunu alırıq. x 3-dürsə, x bərabərdir y olması üçün deməli y-imiz də 3 olmalıdır. Bizdən bu nöqtəni soruşuruz, cavabımız olur D variantı, 3, 3. Növbəti 4-cü suala baxaq. Deyir ki, funksiyasının qrafik üzərində absisi ordinatının əksi olan nöqtəni tapın. Bu dəfə isə uşaqlar yazarıq ki, x bərabərdir -y. Çünki deyir ki, absisi ordinatın əksi olan, yəni -y. Gətirib burada yerinə nəzərə alsaq, deməli olacaq, y burada nəyə bərabər olacaq? Y bərabər olacaq -x-ə, düzdürmü? Gətirib bu kvadratik funksiyada y-in yerinə -x qoysam, olacaq -x bərabərdir x kvadratı çıxılsın 9x, üzərinə gəlinsin 16. -x-i keçirsən bərabərliyin sağına, olacaq x kvadratı çıxılsın 8x, üzərinə gəl 16, bərabərdir 0-a. Bərabərliyin sol tərəfi görürük ki, müxtəsər Roma düsturuna görə x çıxılsın 4-ün mötərizə kvadratıdır. Buradan x-imizin 4 olduğunu alırıq. x 4-dürsə, y-imiz təbii ki, -4 olmalıdır. Ona görə də doğru cavab olur 4, -4. C variantı. 4-cü sualda doğru cavab C variantı olur. Növbəti 5-ci suala baxaq. Deyir ki, M2-5 nöqtəsi bu funksiyanın qrafik üzərindədir. Parabolanın təpə nöqtəsinin koordinatlarını tapın. Uşaqlar, bizə hər hansı bir nöqtə verilibsə, funksiyanın qrafik üzərində yerləşirsə, bu deməkdir ki, yəni biz həmin nöqtənin koordinatlarını funksiyada yerinə qoya bilərik. Yəni, M nöqtəsinin koordinatlarına baxırıq, x-i 2, y-i -5-dir. Gətirib bu kvadratik funksiyada y-in yerinə -5 bərabər olmalıdır. X-in yerinə 2 qoyacam. 2-nin kvadratı çıxılsın b vurulsun 2, çıxılsın 5. Buradan -5 bərabər olacaq 4 çıxılsın 2b, çıxılsın 5. Buradan -5 bərabər olacaq -2b minus 1-ə. -2b ifadəsinin -4-ə bərabər olduğunu alırıq. Buradan b-ni tapsaq b bərabər olar 2-yə. B-ni tapdığımıza görə biz artıq kvadratik funksiyanın ümumi şəklini yaza bilərik. Olur y bərabərdir x kvadratı çıxılsın 2x, çıxılsın 5. Bizdən bu parabolanın təpə nöqtəsinin koordinatlarını istəyir. Bilirik ki, təpə nöqtəsinin koordinatları m ilə tapılır. M bərabərdir -b bölünsün 2a-dır. Burada bizim b-miz -2-dir. Əksi olacaq müsbət 2 böləcəm 2-yə. Olur 1. Deməli, təpə nöqtəsinin x-i oldu 1. Aparıb yerinə qoyub n də tapa bilərik. Olacaq 1-in kvadratı çıxılsın 2 vurulsun 1, çıxılsın 5.
Bu da olur neçə? Deməli, -6. Deməli, təpə nöqtəsinin koordinatları oldu 1, -6. Və yaxud da n-in öz düsturu da var. Mənfi diskriminant bölünsün 4a düsturu ilə də bunu tapa bilərdik. 5-ci sualda doğru cavabımız oldu A variantı. Növbəti 6-cı sualda da həmçinin bizə A nöqtəsinin bu kvadratik funksiyanın qrafik üzərində olduğu deyilir. Parabolanın təpə nöqtəsinin koordinatlarını tapmaq tələb olunur. Gətirib A nöqtəsinin koordinatlarını funksiyada nəzərə alsaq olacaq 5 bərabərdir -2-nin kvadratı üzərinə gəlinsin 2b üzərinə gəlinsin 5. Buradan 5 bərabər olacaq. Burada diqqətli olun. Burada kvadrat mənfiyə aid deyil. -4 üzərinə gəlinsin 2b üzərinə gəlinsin 5 olacaq. Buradan 5 bərabər olacaq 2b plus 1-ə. 2b ifadəsi 4-ə bərabər olmalıdır. B-ni tapsaq b-miz olacaq müsbət 2. B-ni müsbət 2 tapandan sonra biz artıq kvadratik funksiyanı ümumi şəkildə yaza bilərik. Olur -x-in kvadratı üzərinə gəlinsin 2x üzərinə gəlinsin 5. Yenə təpə nöqtəsinin koordinatlarını tapsaq n bərabər olacaq nəyə? -b bölünsün 2a-ya. Yəni -2 bölünsün -2 olur 1. Deməli təpə nöqtəsinin abzisi oldu 1. Ordinatını tapmaqdan ötürü n-i tapsaq, burada aparıb x-in yenə 1 qoyacam. -1-in kvadratı üzərinə gəlir 2 vur 1 üzərinə gəlinsin 5. Olur 6. Deməli təpə nöqtəsinin koordinatları olacaq 1, 6. 6-cı sualda doğru cavab B variantı oldu. 7-ci suala baxaq. Deyir ki, bu kvadratik funksiyanın qrafiki abzis oxunu -1, 0, ordinat oxunu isə 0, -4 nöqtəsində kəsirsə B-ni tapır. Hər iki nöqtənin koordinatlarını funksiyada nəzərə alacağam. Deməli, uşaqlar 7-ci sualda A-nın koordinatları, yəni x-in yenə -1 qoyanda y 0 olmalıdır. Yazacağım 0 bərabərdir. -1-in mötərizə kvadratı üzərinə gəlinsin B vuraq -1 üzərinə gəlinsin C. Düzdürmü? Buradan 0 bərabər olacaq 1 çıxılsın B üzərinə gəlinsin C-yə. Buradan biz B çıxılsın C fərqinin 1-ə bərabər olduğunu alırıq. Bu bizə lazım olacaq. Bunu qeyd eləyək. Digər tərəfdən C nöqtəsinin də koordinatlarını yerinə qoya bilərik. Olacaq, deməli, x-in yerinə bu dəfə 0 qoyub y-i -4-ə bərabərləşdirəcəm. Olacaq -4 bərabərdir. X-in yerinə 0 qoyanda təbii ki, bu C-yə bərabər olur. Deməli, buradan uşaqlar C-nin -4 olduğunu alırıq. C-miz -4-dürsə, onda B çıxılsın -4 1-ə bərabər olur. Buradan B plus 4-ün 1-ə bərabər olduğunu alırıq. B-miz də bərabər olur nəyə? -3-ə. B-ni də C ilə tapdığımıza görə bizdən elə B-ni soruşur. Daha doğrusu 7-ci sualda doğru cavabımız olur D variantı. Növbəti 8-ci suala baxaq. Yenə uşaqlar oxşar sualdır. Deyir ki, bu funksiyanın qrafiki abzis oxunu -2, 0, ordinat oxunu isə 0, -3 nöqtəsində kəsir. Hər iki nöqtənin koordinatlarını funksiyada yerinə qoyacağım. Olacaq, deməli, -2-nin mötərizə kvadratı üzərinə gəlinsin B vuraq -2 üzərinə gəlinsin C bərabər olmalıdır 0-a. Buradan 4 çıxılsın 2B üzərinə gəlinsin C-nin 0-a bərabər olduğunu alırıq. Buradan -2B plus C-ni bərabərliyin sağına keçirsək 4 bərabər olacaq 2B çıxaq C-yə. Digər tərəfdən C nöqtəsində koordinatları nəzərə alsaq olacaq -3 bərabərdir 0-ın kvadratı üzərinə gəl 0 üzərinə gəlinsin C. Buradan C-nin -3-ə bərabər olduğunu alırıq. Aparıb yuxarıdakı funksiyada, ifadədə, daha doğrusu C-nin yerinə -3 qoysam 2B üzərinə gəlinsin 3 bərabər olur 4-ə. Buradan 2B-nin 1-ə bərabər olduğunu alırıq. B də bərabər olur nəyə? 1 bölünsün 2-yə. Yəni 0.5-ə. Variantlarda bizə kəsrlə verildiyinə görə doğru cavab olacaq D variantı. Növbəti 9-cu suala baxaq. Deyir ki, hansı nöqtə bu funksiyanın qrafikinə aid deyil? Aid olub olmadığını yoxlamaq üçün uşaqlar. Bizə verilmiş nöqtələrin x-ini və koordinatlarını funksiyada yerinə qoymaq lazımdır. Əgər ödəsə, deməli, həmin nöqtə funksiyanın qrafikinə aiddir. Bizə aid olmayanı istəyir. A variantını yoxlasaq uşaqlar Q nöqtəsidir. X-i 1, y-i 2-dir. Aparıb burada x-in yenə 1 qoysam görürəm ki, y 0 alır. Ona görə elə aid olmayan nöqtə A variantı olacaq. 10-cu suala baxaq. Hansı nöqtə bu funksiyanın qrafikinə aid deyildir? Yenə burada uşaqlar, mən A variantını yoxlasaq, x-in yenə 1 qoyanda görürəm ki, y 0 olmalıdır. Amma burada 1-2 yazıb elə 10-cu suala da doğru cavabımız olacaq A variantı. Növbəti 11-ci suala baxaq. Deyir ki, bu funksiyanın təpə nöqtəsinin abzisi 1-ə bərabər olar. B-nin hansı qiymətində? Biz bayaqki yazdığımız düstura əsasən kvadratik funksiyanın uşaqlar təpə nöqtəsinin koordinatları bu iki düsturun köməyi ilə tapılır. -B bölünsün 2A və mənfi diskriminant bölünsün 4A. İndi bizə bu təpə nöqtəsinin abzisinin 1-ə bərabər olduğunu verib, yəni -B bölünsün 2A-nın 1-ə bərabər olduğunu verib.
Buradan mənfi b'miz bərabər olur müsbət 2a-ya. Və mən kvadratik funksiyaya baxıram, görürəm ki, bizim a-mız mənfi 1-dir. Ona görə mənfi b bərabər olacaq mənfi 2-yə. B-miz də bərabər olur nəyə? Müsbət 2-yə. Ona görə 11-ci sualda doğru cavab olur B variantı. Növbəti 12-ci sualda da yenə uşaqlar oxşar sualdır. Bu dəfə təpə nöqtəsinin abzisi 1-ə bərabər olar deyir. Yenə mən yazacağam mənfi b bölünsün 2a bərabərdir 1-ə. Buradan mənfi b-nin müsbət 2a-ya bərabər olduğunu alırıq. Bu dəfə b-ni bizə verib. B-miz müsbət 2 olacaq. Mənfi 2 bərabərdir 2a. A-nı tapsaq a da bərabər olur nəyə? Mənfi 1-ə. 12-ci sualda doğru cavabımız olur C variantı. Davam edək növbəti 13-cü çalışma ilə. Bizə deyir ki, ax kvadratı üzərinə gəl bx plus c funksiyasının qrafikinə əsasən münasibətlərdən hansı doğru deyil? Uşaqlar, deməli görürük ki, bu funksiyanın qrafiki təbii ki, kvadratik funksiyanın qrafiki parabola olacaq. Y oxunu kəsdiyi nöqtə bizim c-miz olur. Çünki y oxunu kəsəndə bilirik ki, x 0 olur. Və mən bu funksiyada x-in yenə 0 qoyanda y ilə c-yə bərabər olur. Deməli, bura bizim c-mizdir. Digər tərəfdən, əgər parabolanın qolları yuxarıdırsa, deməli a-mız müsbətdir. A müsbət, c də görürəm ki, y oxunu ox oxundan yuxarıda kəssinə görə, deməli bizim c-miz də müsbətdir. İndi buna uyğun müəyyənləşdirək. A variantda yazıb ki, c-nin a-ya nisbəti mənfidir. Xeyr. Əgər hər ikisi, yəni c də a da müsbətdirsə, onların nisbəti mənfi olmayacaq. Doğru olmayan variant ilə A variantı olur. 14-cü suala baxaq. Yenə hansı doğru deyildir? Görürəm ki, parabolanın qolları yuxarıdır. Ona görə bizim A-mız 0-dan böyükdür. Həmçinin C-miz də 0-dan böyükdür. İndi burada A variantda C 0-dan böyükdür deyir. Bu doğrudur. B-də də yazıb A 0-dan böyükdür. Bu da doğrudur. B yazıb ki, 0-dan kiçikdir. Bu da doğrudur uşaqlar. Çünki təpə nöqtəsinin koordinatlarını tapanda biz nə edirdik? Mənfi b bölünsün 2a düsturundan istifadə eləmirdik. Burada da görürəm ki, təpə nöqtəsinin absisi müsbətdir. Bu müsbətdir. A da müsbətsə, deməli b-miz nə olmalıdır? B mənfi olmalıdır. Bu da doğrudur. C bölü a deyir 0-dan kiçikdir. Xeyr, bu yanlış olacaq. Yenə hər ikisi müsbət olduğuna görə bunların nisbəti müsbət olmalıdır. E-yə baxsaq, diskriminant, yəni bu diskriminantın asılıdır da b kvadrat çıxılsın 4ac. Diskriminantın 0-dan kiçik olduğunu deyir. Bu da doğrudur uşaqlar. Diskriminant 0-dan kiçikdir ki, bu x oxuna toxunmur. Əgər parabola x oxuna toxunmursa, deməli onun həqiqi kökü yoxdur və diskriminantı 0-dan kiçikdir. 15-ci suala baxaq. Şəkildə verilmiş parabola hansı funksiyanın qrafikinə aiddir? Deməli uşaqlar, kvadratik funksiyanın başqa bir ümumi şəkli bu formadadır. Y bərabərdir a vurulsun x çıxılsın m-in mötərizə kvadratı üzərinə gəlinsin n. Buradan görürəm ki, uşaqlar, bizim deməli gəlin sağ tərəfdən yazacaq. Sual 15. Görürük ki, bizim bu m-lərin təpə nöqtəsinin koordinatlarıdır. Bizim m-imiz 2-dir, təpə nöqtəsinin abzisi. N-imiz də neçədir? N-imiz də -3-dür. Yerinə nəzərə alsaq, y bərabərdir a vurulsun x çıxılsın 2-nin kvadratı çıxılsın 3 olacaq. İndi burada qaldı bizə a-nı müəyyənləşdirmək. A-nı da nəyə əsasən müəyyənləşdiririk? Burada fikir verin uşaqlar, x-ə 0 verəndə bizim y-imiz -1 qiymətini alır. Ona görə də olacaq -1 bərabərdir a vurulsun, x-in yenə 0 qoyacağım. 0 çıxılsın 2-nin mötərizə kvadratı çıxılsın 3-ə. Buradan -1 bərabər olur 4a çıxılsın 3-ə. Buradan 4a-mız bərabər olur neçəyə? 4a-mız bərabər olur 2-yə, a da bərabər olur 2 bölünsün 4-ə, yəni 2-də 1-ə. A-nı da 2-də 1 tapandan sonra artıq burada yerinə qoysaq olacaq y bərabərdir. 2-də 1 vurulsun, x çıxılsın 2-nin kvadratı çıxılsın 3. Buna uyğun olan variant hansıdır? A deyil, C deyil, E deyil, B də deyil, D variantı. Doğru cavab D variantı olacaq. Növbəti 16-cı suala baxaq. Yenə bizə uşaqlar kvadratik funksiya verilib. Deyir ki, bu kvadratik funksiya üçün f0 bərabərdir 1-dir. Yəni f0 bərabərdir 1 nə deməkdir? Funksiyada x arqumentini yerinə 0 qoyanda funksiyamızın qiyməti 1-ə bərabər olur. Gəlin bunu nəzərə alaq. Deməli f0 1-dirsə, x-in yenə 0 qoyanda deməli elə bizim c-miz 1-ə bərabər olur da, düzdürmü? C-ni tapdıq 1. C oldu 1. Artıq funksiyamızı bu şəkildə yaza bilərik. Fx bərabərdir ax kvadratı üzərinə gəlinsin bx, üzərinə gəlinsin 1 şəklində yaza bilərik. f1 0-dır. f1-i tapaq. f1 bərabər olacaq a vurulsun 1-in kvadratı üzərinə gəlinsin b vuraq 1, üzərinə gəl 1 bərabər olmalıdır 0-a. Buradan a plus b cəmi bərabər olur nəyə? -1-ə. Bunu aldıq. Digər tərəfdən f -1-də 3-dür. Olacaq f -1. Bu dəfə x arqumentini yenə -1 qoyacağım. Olacaq a çıxaq b, üzərinə gəl 1, bərabər olmalıdır 3-ə. Buradan a çıxaq b fərqini də 2 tapırıq.
Yuxarıda aldığımız ifadə ilə bu aşağıda ifadəni tərəf-tərəfə toplayanda 2a bərabər olur 1-ə. A-mız bərabər olur neçəyə? 2-də 1-ə. A-mız oldu 2-də 1. A-nı 2-də 1, yəni 0,5 tapdıq. A-nı 0,5 tapdıq. B-miz neçə olur? B-miz də bərabər olur neçəyə? A-mız 0,-1,5. Düzdürmü? -1,5 olur. İndi bizə nə istəyir? A kvadratı üzərinə gəlinsin B kvadratı, üzərinə gəlinsin C kvadratı. A-mız 0,5 olur 0,25. Daha sonra çıxılsın, üstünə gəl daha doğrusu. -1,5'in kvadratı 2,25 və üzərinə gəlinsin C-nin kvadratı, yəni 1'in kvadratı. 1. Bu da olur neçə? 2,5 o da 1, 3,5. Cavab olur 3,5. D variantı. 16-cı sualda doğru cavab D variantı olur. 17-ci suala baxaq. Yazıb ki, bu funksiyanın qiymətlər çoxluğunu tapın. Gəlin uşaqlar sağ tərəfi silək. Bizə uşaqlar belə bir kvadratik funksiya verilib. X kvadratı üzərinə gəl 2x üzərinə gəl 19. Bu funksiyanın qiymətlər çoxluğunu tapmaq tələb olunur. Uşaqlar, bu funksiyanın hər hansı bir kvadratik funksiyanın qiymətlər çoxluğunu tapmaqdan ötürü əvvəlcə onun ən kiçik qiymətini tapmaq lazımdır. Ən kiçik qiymətini müxtəlif üsullarla tapmaq olar. Fx bərabərdir x kvadratı üzərinə gəlinsin 2x plus 19. Bunun ən kiçik qiyməti n-i tapmaqdan, yəni n bərabər olacaq nəyə? Mənfi diskriminant bölünsün 4-ə. Bu düsturun köməyi ilə tapa bilərik və yaxud da əvvəlcə m-i tapıb, mənfi 1 bölünsün 2 düsturu ilə m-i tapıb, gəlin bunu tapaq, mənfi 2 bölünsün 2 olur, mənfi 1. Aparıb yerinə qoyub n-i tapa bilərik. Bax, bu funksiyada x-in yerinə mənfi 1 qoyacaq. Olacaq 1 çıxılsın 2, yəni mənfi 1 üzərinə gəlinsin 19, 18 olur. Deməli, bizim bu funksiyamızın ən kiçik qiyməti 18 olur. Ən kiçik qiyməti 18 isə, deməli, qiymətlər çoxluğu 18-dən başlayaraq müsbət sonsuzluğa doğru davam edəcək. Ona görə cavab olur burada C variantı. 18-ci sualda oxşar qayda ilə tapılacaq. Əvvəlcə gəlin bunun ən kiçik qiymətini tapaq. Yenə deyirəm, ən kiçik qiymətini müxtəlif üsullarla tapmaq olar. Birinci üsul odur ki, bunun m-ini tapırıq. Birbaşa n-ni tapa bilərsiniz. Amma n-in hesablaması daha uzun çəkir deyəndə mən əvvəlcə m-i tapacağam. Yəni təpə nöqtəsinin x-ini. Olur mənfi 2 bölünsün 2, mənfi 1 olur. Daha sonra funksiyada yerinə qoyacağım. Yəni y mənfi 1'i hesablayacağım. Olacaq 1 çıxılsın 2, üzərinə gəlinsin 5. Olur 4. Deməli, bu funksiyanın ən kiçik qiyməti 4-ə bərabər. Ən kiçik qiyməti 4 isə, deməli, bunun y, yəni qiymətlər çoxluğu 4-dən başlayaraq müsbət sonsuzluğa davam edəcək. 4 müsbət sonsuzluq. 18-ci sualda doğru cavab olur E variantı. Növbəti 19-cu suala baxaq. A-nın hansı qiymətlərində bu funksiyanın qrafiki abziz oxunu 2 müxtəlif nöqtədə kəsir? Uşaqlar, abziz oxunu 2 müxtəlif nöqtədə kəsmək o deməkdir ki, yəni bu kvadratik funksiyanın 2 müxtəlif kökü var deməkdir. Və kvadratik funksiyanın 2 müxtəlif kökünün olması üçün diskriminantın 0-dan böyük olması lazımdır. Ona görə biz diskriminantı 0-dan böyük götürüb bərabərsizlik kimi həll edəcəyik. Olacaq diskriminantın üstürü b kvadratı çıxılsın 4ac-dir. Böyük olmalıdır 0-dan. B-mizin yerinə burada a yazılıb, olacaq a kvadratı çıxılsın 4 vur 1 vur 36. Böyük olmalıdır 0-dan. Buradan a kvadratı çıxılsın 144. Böyük olur 0-dan. Bərabərsizliyin sol tərəfini vurulara a çıxılsın 12 vurulsun a plus 12 kimi ayırsaq. Əvvəlcə bərabərsizliyin sol tərəfini 0-a çevirən qiymətləri tapıb ərəd oxunda qeyd edəcəyik. Mənfi 12 və müsbət 12. İntervallara ayırma üsulundan bu bərabərsizliyi həll edər. 12-dən böyük bir qiymət verəndə müsbət, mənfi, müsbət. Amma bizdə mənfi aralıq, bizə hansı aralıq lazımdır? Müsbət aralıq lazım olduğuna görə olacaq mənfi sonsuzluqdan mənfi 12-yə. Bunları heç birini ala bilmir. Birləşmə 12-dən müsbət sonsuzluğa. 19-cu sualda doğru cavab olur E variantı. Davam edək növbəti 20-ci çalışma ilə. A-nın hansı qiymətlərində deyir ki, bu funksiyanın qrafiki abziz oxu ilə kəsişmir. Abziz oxu ilə kəsişmir nə deməkdir? Abziz oxu ilə kəsişmir deyirsə, yəni uşaqlar bunun həqiqi kökü yoxdur deməkdir. Və həqiqi kökünün olmaması üçün diskriminantın 0-dan kiçik olması lazımdır. Ona görə mən diskriminantı 0-dan kiçik götürüb həll edəcəm. Olacaq a kvadratı çıxılsın 4 vur 1 vur 49, kiçik olmalıdır 0-dan. Buradan a kvadratı çıxılsın 196, kiçik olur 0-dan. Bərabərsizliyin sol tərəfini vurulara a çıxılsın 14 vurulsun a plus 14 şəklində ayırsaq, bu kiçik olmalıdır 0-dan. Bunu 0-a çevirən qiymətlər mənfi 14 və müsbət 14-dür. Ədəd oxunda qeyd edilib intervallara ayırma üsulu ilə həll etsək, müsbət, mənfi, müsbət. Bizə mənfi aralıq lazım olduğuna görə mənfi 14, müsbət 14 olacaq. 20-ci sualda doğru cavabımız olur C variantı.
Növbəti 21-ci suala baxaq. Parabolanın təpə nöqtəsinin koordinatlarını tapın deyir. Həmin o iki düsturun köməyi ilə n və n-in köməyi ilə biz bu təpə nöqtəsinin koordinatlarını taparıq. Əvvəl yəni təpə nöqtəsinin x-ini, yəni m-i tapaq. Yazacağım ki, m-in düsturu necə idi? Bu düsturları əzbər şəkildə bilməlisiniz. M bərabərdir -b bölünsün 2a. Bizim b-miz burada ikinci ədin əmsalı 8 olacaq, -8 bölünsün. A-mız birinci ədin əmsalı -2 olacaq, bölünsün -4 olur 2. Deməli, təpə nöqtəsinin x-ini tapdıq 2. Y-ni də tapmaqdan ötürü aparıb bu funksiyada x-in yerinə 2 qoyub hesablaya bilərik. Aparıb, yəni f2-ni tapacam mən. f2 bərabər olacaq -2 vurulsun 2-nin kvadratı, üzərinə gəlinsin 8 vurulsun 2, çıxılsın 11. -8 üzərinə gəl 16, çıxılsın 11. 8-dən 11 çıxanda -3. Deməli, təpə nöqtəsinin koordinatları olacaq 2, -3. Koordinatlar şəkildə yazsaq bu şəkildə. Cüt şəkildə yazsaq 2, -3 olacaq. 21-ci suala doğru cavabımız olur B variantı. 22-ci sualda da həmçinin təpə nöqtəsinin koordinatlarını tapın deyir. Bunda uşaqlar oxşar qayda ilə tapacaqsınız. 23-cü suala baxaq. Burada münasibətlərin hansı doğrudur deyir. Fikir verin uşaqlara görə hansı doğrudur. A-mız 0-dan böyükdür. Bunları qeyd edək. A-mız 0-dan böyükdür. C-miz də 0-dan böyükdür. Düzdürmü? B-miz 0-dan kiçik olacaq. Çünki B-miz nəyə görə 0-dan kiçik olacaq? Daha doğrusu bizdə dəqiqə. Gəlin bunu belə tapaq uşaqlar. Təpə nöqtəsinin koordinatları m -b bölünsün 2a deyil. Burada fikir verin. Bizim bu təpə nöqtəsinin x-i 0-dan kiçikdir. Bu 0-dan kiçikdirsə deməli b bölünsün 2a-nın özü 0-dan böyük olmalı. A variantı avtomatik səhv olur. B variantı diskriminant 0-a bərabərdir. Xeyr, diskriminant 0-a bərabər olanda kvadrat tənin 1-dən kök olur və abisokunu 1 nöqtədə kəsir. Bu da yanlışdır. İndi burada uşaqlar A-mız müsbətsə, təbii ki B-miz də müsbət olmalı. Deməli, tapdıq ki, hər üçü müsbətdir. Hər üçü müsbətsə, deməli E variantı doğru olacaq. A ilə C-nin hasili də müsbət eləyəcək. B-yə nisbəti də yenə müsbət olacaq. 24-cü suala baxaq. Hansı doğrudur deyir. Yenə uşaqlar, yəni əvvəlcə işarələri müəyyənləşdirək. Qollar aşağı olduğuna görə A mənfi olur. Həmçinin ordinat oxunun mənfi hissədə kəsinə görə C də mənfi olur. B də müsbət olacaq. Çünki uşaqlar bu dəfə fikir verin. Təpə nöqtəsinin abzisi müsbətdir. -b bölünsün 2a deməli müsbətdir. Onda bərabərsinin hər iki tərəfini mənfiyə vursaq B bölünsün 2a 0-dan kiçik olacaq. A-mız da mənfi olduğuna görə deməli B-miz də nə olmalıdır? Bircə dəqiqə. A-mız mənfidir. Deməli B-miz də müsbət olmalıdır ki, müsbətin mənfiyə nisbəti mənfi edir. Buna deməli hansı doğru olacaq? A variantı ilə uşaqlar. A vur C hasili sürətdə müsbət edir, məxrəz də müsbət, nisbətlər də müsbət olacaq. Növbəti 25-ci suala baxaq. Yazıb ki, bu kvadratik funksiya üçün f1 böyükdür 8-dən, f-1 böyükdür -2 şərtləri ödənərsə, A üçün hansı münasibət doğrudur? Gəlin uşaqlar, əvvəlcə f1-i hesablayaq. Yəni funksiyada arqumentin yerinə 1 qoyaq. Olacaq A vurulsun 1-in kvadratı, üzərinə gəlinsin B vurulsun 1, üzərinə gəlinsin 1. Bu böyük olmalıdır 8-dən. Buradan A plus B plus 1 cəmi böyük olur 8-dən. 1-i bərabərsizliyin sağına keçirsək, A plus B cəmi böyük olacaq 7-dən. Digər tərəfdən f-1-i hesablasaq, f-1 bərabər olacaq A vurulsun -1-in kvadratı, çıxılsın B, üzərinə gəlinsin 1. Bu isə böyük olmalıdır -2-dən. Buradan A çıxaq B, üzərinə gəlinsin 1 böyük olur -2-dən. A çıxaq B fərqini nə alırıq? Böyük alırıq -1-dən. -3-dən daha doğrusu, diqqətli olaq, -3-dən. İndi daha sonra uşaqlar, gəlin bunları tərəf-tərəfə toplayaq. Tərəf-tərəfə toplayanda nə olur? 2A böyük olur 4-dən. Hər tərəfini 2-yə bölsək, A böyük olur 2-dən. Ona görə 25-ci sualda doğru cavab olur A 2-dən böyük C variantı. 26-cı sualda da həmçinin uşaqlar, əvvəlcə f1-i, daha sonra f-1-i taparıq. Gəlin hesablayaq. Əvvəlcə arqumentin yerinə f1 qoyacam, x1 qoyacam, yəni f1 olacaq nə? A plus B plus 1 böyük olmalıdır 6-dan. Buradan A plus B cəminin 5-dən böyük olduğunu alarıq. Digər tərəfdən f-1-i də hesablasaq olacaq A çıxaq B, üzərinə gəlinsin 1. Bu da böyük olmalıdır -4-dən. Buradan A çıxaq B fərqi böyük olacaq -5-dən. Tərəf-tərəfə toplasaq 2A böyük olur 0-dan, hər tərəfi 2-yə bölsək A böyük olacaq 0-dan. Cavab olur 26-da C variantı. Növbəti 27-ci suala baxaq. Biz uşaqlar dedik ki, kvadratik funksiyanın başqa bir şəkli bu formadadır. A vurulsun x çıxılsın m-in mötərizə kvadratı, üzərinə gəlinsin n. Bu şəkildə. İndi burada baxsaq, görürəm ki, bizim A-mızı tapmaq lazımdır, düzdürmü?
Bunu bir dənə də şəkli bu formadadır ki, uşaqlar a vurulsun x çıxılsın x1 vurulsun x çıxılsın x2. Və bu formada. Yəni burada x1 x2 uyğun olaraq bizim funksiyanın kökləridir. Burada görürük ki, funksiyamızın kökləri 1 ilə 3-dür. Yəni abisiğinin kəsdiyi nöqtələr olacaq. A vurulsun x çıxaq 1 vurulsun x çıxılsın 3 bərabər olmalıdır y-dən. Digər tərəfdən x-ə 0 verəndə y 2 alıb. Olacaq a vurulsun 0 çıxılsın 1 vurulsun 0 çıxılsın 3 bərabər olmalıdır 2-yə. Buradan 3a bərabər olur 2-yə. A da bərabər olur nəyə? 3-də 2-yə. A-mız da deməli 3-də 2-dir. Buna görə uyğun variant hansıdır? A deyil, B deyil. Yəni sağ tərəfdə variantlara baxaq. 3-də 2. A-mız 3-də 2 olmalıdır. A-mız 3'də 2. D variantı uşaqlar. Doğru cavab olur burada D variantı. Növbəti 28-ci suala baxaq. Parabola hansı funksiyanın qrafikinə aiddir? Dedik ki, funksiyanın, kvadratik funksiyanın başqa bir şəkli hansı formadadır? Y bərabərdir. A vurulsun x çıxaq x1 vurulsun x çıxaq x2. Burada x1, x2 yəni abisiğini kəsdiyi nöqtələrdir. Olacaq y bərabərdir. A vurulsun mənfi 1'dir. 1 olacaq x plus 1 vurulsun ikinci kökdə 2'dir. X çıxaq 2. Görək burada variantlarda yine a'nı da tapmalıyıq burada. A'nı da tapmaqdan ötürü funksiyada x'in yerine 0 qoyanda görürük ki y'imiz 3 alıb. Olacaq 3 bərabərdir. A vurulsun 0 plus 1 vurulsun 0 çıxılsın 2'yə. Buradan 3 bərabər olur. Mənfi 2a'ya. A'nı tapsaq olacaq mənfi 2'də 3. Düzdürmü? Mənfi 2'də 3. A'mız olur mənfi 2'də 3. A'mız mənfi 2'də 3 hansı variantdır? B variantı. 28-ci sualda doğru cavab olur B variantı. 29-cu suala baxaq. P və Q parametrlərinin hansı nöqtəsində M nöqtəsi bu parabolanın təpə nöqtəsi olar? Təpə nöqtəsidirsə, görək M nöqtəsinin x-ini içəri, yəni M-i. M-imiz deməli mənfi 2,5 olmalıdır. Bu da hansı düsturla tapılırdı? Mənfi B bölünsün 2'a. Yəni burada funksiyamızda b-nin yerinə p yazılıb. Olacaq mənfi 2,5 bərabərdir mənfi p bölünsün. A-mız da 2 1'dir 2'yə. Buradan mənfi p bərabər olur mənfi 5'ə. P də bərabər olur müsbət 5'ə. P-ni tapdıq müsbət 5. Variantlardan A-nı, C-ni yeni silərik. Qaldı Q-ni tapmaq. Q-ni də tapmaqdan ötürü aparıb bu funksiyada x-in yerinə 5 qoysam olacaq. Daha doğrusu P-nin yerinə 5 qoysam olacaq x kvadratı üzərinə gəlinsin 5x üzərinə gəlinsin Q. Və x-in yerinə mənfi 2,5 qoyanda, x-in yerinə mənfi 2,5 qoyanda y-imiz mənfi 4 olmalıdır. Olacaq 6,25 çıxılsın 12,5 üzərinə gəlinsin Q bərabər olmalıdır mənfi 4'ə. Buradan Q-ni tapsaq Q bərabər olur. Deməli mənfi 4'ü, yəni bunları keçəcək sağa. Olacaq 2,25. 2,25. Q-miz oldu 2,25. Doğru cavab D variantı. Növbəti 30-cu suala baxaq. Parabolanın təpəsi OX oxu üzərindədir. P parametrinin hansı qiymətlərində parabolanın təpə nöqtəsinin absisi müsbət olar? Deməli uşaqlar, əgər burada əslində sualın cavabı ilə sualın şərtindədir. Deyir ki, parabolanın təpə nöqtəsi OX oxu üzərindədir. OX oxu üzərində olmaq bu deməkdir ki, yəni bu funksiyanın bir kökü var. Bir kök olması nə deməkdir? Diskriminantın 0'a bərabər olması deməkdir. Yəni bunun diskriminantın 0'a bərabər şəkildə olacaq. P kvadratı çıxılsın 4 vur 1 vur 9 bərabər olmalıdır 0'a. Buradan P kvadratı bərabər olur 36'ya. Kvadratı 36 olan ədədlərimiz hansılardır? Müsbət və mənfi 6. A məndən deyir ki, parabolanın təpə nöqtəsinin absisi müsbət olar. Aparıb P-nin yerinə nə yazmalıyam mən? Mənfi 6 yoxsa müsbət 6? Təbii ki, burada mənfi 6 yazmalıyıq. Müsbət 6 yazsaq, təpə nöqtəsinin absisi necə tapılırdı? Mənfi B bölünsün 2 ilə tapılmırdı. Bu müsbət olsun deyir. Bu 0'dan böyük olmalıdır. Hər tərəfini mənfiyə vursaq, B bölünsün 2'nın 0'dan kiçik olması lazımdır. Bizim A-mızın müsbət olduğunu bildiyimizə görə deməli B-si də mənfi olmalıdır ki, mənfini müsbətə nisbəti mənfi eləyir. Ona görə doğru cavab olur burada B variantı. Növbəti 31-ci suala baxaq. Yenə deyir ki, bu parabolanın təpə nöqtəsi OX oxu üzərində yerləşir. OX oxu üzərində yerləşirsə, deməli bizim diskriminantımız 0'a bərabər olacaq. P kvadratı çıxılsın 64 bərabər olur 0'a. Buradan P-nin 2 qiymətini tapırıq, müsbət və mənfi 8. Bu dəfə təpə nöqtəsinin absisi mənfi olar deyir. Yəni mənfi B bölünsün 2'nın 0'dan kiçik olması lazımdır. Hər tərəfi mənfiyə vursaq, B bölünsün 2'nın 0'dan böyük olması lazımdır. A-mız müsbətsə, deməli B-miz də müsbət olmalıdır. B-mizin də müsbət olması üçün P-nin özü mənfi olmalıdır ki, qabaqdakı mənfi ilə müsbət eləsin.
31-ci sualda doğru cavabımız olacaq hansı? E variantı. Növbəti 32-ci suala baxaq. Deyir ki, ax kvadratı üzərinə gəlinsin bx, üzərinə gəlinsin c funksiyası x bərabərdir -2 olduqda y-ə bərabər olan ən kiçik qiymətini alır. X bərabərdir 0 olduqda funksiyanın qiyməti 15-ə bərabərdir. ABC-ni tapın. Uşaqlar, gəlin x-in yerinə -2 qoyaq. Olacaq, birbaşa yazacağım. 4a çıxılsın 2b, üzərinə gəlinsin c bərabər olur 7-yə. X 0 olanda isə 15 alır. X 0 olanda elə bizim c'miz bərabər olur 15-ə də. C'miz bərabər olur 15. C'nin yerinə yuxarıda 15 qoysam 4a çıxılsın 2b-nin nəyə bərabər olduğunu alırıq? 7 çıxılsın 15-ə, yəni -8-ə bərabər. Hər tərəfi 2-yə bölsəm 2a çıxılsın b bərabər olacaq -4-ə. Mənə uşaqlar burada deyir ki, x bərabərdir -2 olduqda bu funksiya özünün ən kiçik qiymətini alır. Düzdürmü? Ən kiçik qiymətini alırsa, deməli bizim oradakı -2 bu parabolanın m-idir də. M-idir, yəni ən kiçik qiymət. -b bölünsün 2a-mız, deməli bərabər 2-yə. Buradan -b-miz -2 bərabər olur -4a-ya. B də bərabər olur -4a-ya. B-nin yerinə -4a yazanda olur -2a bərabərdir -4-ə. A da bərabər olur 2-yə. A-nı tapdıq 2. Düzdürmü? A 2-dirsə B avtomatik neçə olacaq? 8. C-ni də 15 tapmış. Hansı variant olur burada? C variantı. Çox maraqlı çalışma idi. Növbəti 33-cü suala da baxaq. Bizə deyir ki, x bərabərdir -3 olduqda -5-ə bərabər olan ən kiçik qiymətini alır. X-in yenə mən birbaşa -3 qoyacağam. Olacaq 9a çıxılsın 3b, üzərinə gəlinsin c bərabərdir 15-ə. 0-da verəndə 13 alır. Yəni bizim c-miz elə 13-dür. Aparıb yuxarıda c-nin yerinə 13 qoysam 9a çıxılsın 3b bərabər olacaq 2-yə. Digər tərəfdən bizə deyir ki, x bərabərdir -3 olduqda bu funksiya özünün ən kiçik qiymətini alır. Deməli bizim m-imiz, yəni -b bölünsün 2a-mız -3-ə bərabərdir. Buradan b bərabər olur nəyə? 6a-ya. B-nin yerinə 6-a qoysam olacaq 9a çıxılsın 18a bərabərdir 2-yə. Buradan -9a bərabər olur 2-yə. Bizə dəqiqə nəyəsə burada -5-ə bərabərdir deyir. Biz burada 15 yazmışıq. Bunu bir düzəldək. Bunu -5-ə bərabərləşdirək. 9a çıxılsın 3b bərabər olur -3 2-yə. Düzdürmü? -3 keçirik qaba -2 olur. 9a çıxılsın 3b bərabər olacaq neçəyə? -2-yə. Burada diqqətli olaq uşaqlar. -3 verəndə 9a çıxılsın 3b üzərinə gələcək -5-ə bərabər olur. C-mizi də 13 tapdıq axı. 9a çıxılsın 3b bərabər olur. İndi 13-ü keçirəndə -18 olur. -18. Buradan b-nin də 6a-ya bərabər olduğunu alır. 9a çıxılsın 18a bərabər olur -18-ə. -9a bərabər olur -18-ə. A bərabər olur 2-yə. A 2-dirsə avtomatik B 12 olur. C də 13. Hansı variantı 33-də doğru cavabımız olur? E variantı. İndi isə baxaq növbəti 34-cü çalışmaya. 34-cü çalışmada uşaqlar bizə M nöqtəsi y bərabərdir -2x kvadratı üzərinə gəlinsin k plus 2x plus 2 funksiyasının qrafikinin simmetriya oxu üzərində olduğu deyilir. Parabolanın təpə nöqtəsinin ordinatını tapın. Uşaqlar, bizə əgər verilən M nöqtəsinin bu funksiyanın qrafikinin simmetriya oxu üzərində deyilirsə, deməli verilən nöqtənin abzisi bizim funksiyanın təpə nöqtəsinin abzisinə bərabərdir. Biz hər hansı bir funksiyanı, yəni funksiyamız indi y bərabərdir -2x-in kvadratı üzərinə gəlinsin k plus 2x plus 2 şəklindədirsə, bunun təpə nöqtəsinin koordinatının tapılma düsturu m bərabərdir -b bölünsün 2a düsturu ilə tapılırdı. Bizim b-miz x-in əmsalı mənfi olacaq k plus 2 bölünsün a-mız da ki x kvadratının əmsalıdır -2. Böləcəm -4-ə. Bu bərabər olmalıdır nəyə? M nöqtəsinin abzisinə, yəni 2-yə. Bunu bərabərləşdirək 2-yə. Buradan alınır ki, k plus 2 bərabərdir 2 vuraq 4-ə 8-ə. K-mızın buradan müsbət 6 olduğunu alırıq. K-nı müsbət 6 yazandan sonra bizdən təpə nöqtəsinin ordinatını istəyir. Yəni funksiyamızı ikinci dəfə köçürəcəm. -2x kvadratı üzərinə gəl 8x olur və üzərinə gəlinsin 2. Bunu da müxtəlif üsullarla tapmaq olar. Birinci tapılma üsulda tapdığımız təpə nöqtəsinin m-ini gətirib funksiyada yerinə qoyub, yəni y2-ni hesablayacağım. Olacaq -2 vurulsun 2-nin kvadratı üzərinə gəlinsin 8 vurulsun 2 üzərinə gəlinsin 2.
16 çıxılsın 8, 8 üzərinə 2 gələndə 10. Deməli, təpə nöqtəsinin ordinatı bərabər oldu müsbət 10-a. Doğru cavab müsbət 10 olacaq. Növbəti 35-ci sualda uşaqlar oxşar sualdır. Bunu da eyni ilə həmin qaydanı yazacaqsınız. Baxaq növbəti 36-cı suala. 36-cı sualda uşaqlar mənə ax kvadratı üzərinə gəlinsin bx plus c tənliyinin həqiqi kökləri yoxdur deyir. A plus b plus c cəminin 0-dan kiçik olduğu verilib. C parametrinin ən böyük tam qiymətini istəyir. Uşaqlar yadını saxlayın. Kvadrat tənlinin həqiqi kökü yoxdursa, deməli onun diskriminantı 0-dan kiçikdir. Yəni mən yazacağım b kvadratı çıxılsın 4ac kiçik olmalıdır 0-dan. Mənfi 4ac-ni bərabərliyin soluna sağına keçirsək, b kvadratı kiçik olacaq 4ac-dən. Daha sonra buradan uşaqlar aydın olur ki, b kvadratının 4ac-dən kiçik olması üçün birinci halda a və c-nin hər ikisinin müsbət, ikinci halda isə a və c-nin hər ikisinin mənfi olması lazımdır. Hər ikisinin mənfi olması lazımdır. Digər tərəfdən uşaqlar mənə bu üçünün də cəminin 0-dan kiçik olduğu verilib. İndi gəlin belə eləyək uşaqlar. Tutaq ki a da mənfi, c də mənfi olsa, a da mənfi, c də mənfi olsa, məsələn tutaq ki a-nı əvvəlcə birinci hala baxaq, a da müsbət, b də müsbət. A-nı götürək 1, b-ni c-ni götürək 2. İndi bunların cəminin mənfi olması üçün cəmi axı 0-dan kiçik olmalıdır. Cəminin mənfi olması üçün deməli b nə olmalıdır? B təbii ki mənfi 4 olmalıdır. B tutaq ki mənfi 4. İndi bu verilən qiymətləri funksiyada yerinə qoyaq. Olacaq a-nın yerinə 1x kvadratı, b-nin yerinə mənfi 4 çıxılsın 4x, c-nin yerinə də 2 bərabərdir 0. Görək bunun həqiqi kökü olmurmu? Yəni diskriminantı 0-dan kiçik olurmu? Yoxlasaq görərik ki burada diskriminant bərabər olur 16 çıxılsın 8-ə. 8 olur. 0-dan böyük olur deyənə bunun həqiqi kökü var. Deməli biz burada ikinci hal götürərik. Yoxlamağa ehtiyac yoxdur. Və ikinci halda c-miz 0-dan kiçikdir. Deməli c necə ədəddir? Mənfi ədəddir. Və mənfi ədədlər içərisində ən böyük tam qiyməti soruşulduğuna görə doğru cavab B variantı olacaq. 37-ci sualda uşaqlar bu dəfə c müsbət ədəd olacaq və ən kiçik tam qiyməti də 1-ə bərabər olacaq. Doğru cavab E variantı olur. Davam edək növbəti 38-ci çalışma ilə. Yazıb ki, bu funksiya x-in istənilən həqiqi qiymətlərindən müsbət qiymətlər alır. M parametrinin hansı qiymətində? Uşaqlar yazın saxlayın. Kvadratik funksiya o zaman yalnız müsbət qiymətlər alır ki, orada x kvadratın əmsalının 0-dan böyük, diskriminantının isə 0-dan kiçik olması lazımdır. Ona görə mən birinci halda x kvadratın əmsalı olan m plus 2-ni 0-dan böyük götürəcəm. Buradan m-imiz mənfi 2-dən böyük olur. İkinci halda bunun diskriminantı, yəni b kvadratı çıxılsın 4ac-si 0-dan kiçik olmalıdır. Burada bizim b-miz m plus 2-dir. Yazacağım m plus 2-nin mötərizə kvadratı. Çıxılsın 4 vuraq m plus 2, vurulsun c-miz də m minus 2-dir. Bu kiçik olmalıdır 0-dan. Bunu kvadrata yüksəlsək olacaq m kvadratı üzərinə gəlinsin 4m üzərinə gəlinsin 4, çıxılsın 4 vurulsun. Bu da m kvadratı çıxılsın 4-dür. Kiçik olur 0-dan. Buradan alınır m kvadratı üzərinə gəlinsin 4m üzərinə gəlinsin 4, çıxaq 4m kvadratı üzərinə gəl 16, kiçik olur 0-dan. M kvadratından mənfi 4m kvadratını çıxanda mənfi 3m kvadrat eləyir. Üzərinə gəlinsin 4m, üzərinə gəlinsin 20, bərabər olur 0-a. Bunu 0-a çevirən qiymətləri tapmaqdan ötürü kiçik olur 0-dan da alırız. Gəl hər tərəfi mənfiyə vuraq. Müsbət 3m kvadratı çıxılsın 4m, çıxılsın 20, böyük olur 0-dan. Bunu 0-a çevirən qiymətləri əvvəlcə tapsaq, diskriminant bərabər olacaq 16 üzərinə gəlinsin 240-a. Olur 256. Daha sonra köklərin tapılma üstünü yazsaq, m1 bərabər olacaq 4 plus 16 bölək 6. m2 də bərabər olacaq 4 çıxaq 16 bölünsün 6. Yəni birinci kökümüz olur 3 tam 3-də 1. İkinci kökümüz olur mənfi 2. İndi bizə müsbətlər lazım deyənə bu iki nöqtəni əl doxunda qeyd edəndə görürük ki, mənfi sonsuzluqdan mənfi 2-yə birləşmə 3 tam 3-də 1 müsbət sonsuzluq olur. Amma biz birinci halda m-in mənfi 2-dən böyük olduğunu qeyd eləmişdik. Ona görə mənfi sonsuzluq mənfi 2 aralığını götürməliyik. M 3 tam 3-də 1-dən böyük olan variant A variantını götürmüş olarıq. 39-cu sualda da uşaqlar bu dəfə x-in istənilən qiymətlərin mənfi olmasını istəyir. E-ni 0-dan kiçik, diskriminantda 0-dan kiçik götürəcəksiniz. Növbəti 40-cı suala baxaq. Deyir ki, rasional əmsallı y bərabərdir x kvadratı üzərinə gəlinsin px plus q funksiyasının qrafiki ox soxunu abzisi kökdə 3 minus 1 olan nöqtədə kəsirsə p plus q-ni tapın. Uşaqlar, təbii ki, abzisi kökdə 3 minus 1 olan nöqtədə kəsirsə biz aparıb abzisinin, yəni x-in yerinə kökdə 3 minus 1-in kvadratını qoyarıq
və funksiyanı sıfıra bərabərləşdirir. Çünki yadda saxlayın, hər hansı bir funksiya OX oxunu kəsirsə onun ordinatı sıfır olur. OY-i kəsirsə həmin nöqtədə x-i sıfır olur. Əvvəlcə yəni x-i tapaq, yəni kökdə 3 minus 1-i kvadrata yüksəldək. Olur nə? 4 çıxaq 2 kök 3. Düzdürmü? Birinci kökü 4 çıxaq 2 kök 3-dür. Və yadınızda saxlayın uşaqlar. Əgər rasional əmsallı funksiyadan söhbət gedirsə, birinci kök 4 çıxaq 2 kök 3 isə, ikinci kök bunun qoşması 4 plus 2 kök 3 olacaq. Və biz çevrilmiş kvadrat tənlikdə funksiyada bilirik ki, kökləri cəmi əks işarəli ikinci ədin əmsalına, kökləri hasili isə sərbəst əddə, yəni 2-yə bərabər olur. Buradan x1 plus x2 cəmi 8-ə bərabər olur. Yəni bizim mənfi p-miz 8 isə, deməli p-nin özü mənfi 8-dir. Kökləri hasili isə, yəni 4 çıxaq 2 kök 3-ün 4 plus 2 kök 3-ə hasili isə bizə künü verir. Yəni sərbəst əddir. Buradan 16 çıxılsın 12, 4 bərabər olur 2-yə. P-ni künü tapdığımıza görə bizdən p plus 2 cəmini istəyir. Mənfi 8-in üzərinə 4 gələndə mənfi 4 eləyir. Növbəti 41-ci suala baxaq. Bu funksiyanın ən böyük qiymətini istəyir. Uşaqlar yadda saxlayın, hər hansı bir funksiyanın ən kiçik və yaxud da ən böyük qiymətlərini tapmaq üçün belə bir düsturumuz var. N bərabərdir mənfi diskriminant bölünsün 4-ə. Və yaxud da funksiyada m-i tapıb, mənfi b bölünsün 2a düsturu ilə m-i tapıb, aparıb funksiyada yerinə qoya bilərik. Gəlin m-i tapaq. Mənfi 2 bölünsün mənfi 2 olur 1. Və tapdığımız 1 bizim cavab deyil. Tapdığımız 1 bu funksiyanın ən böyük qiymətini aldığı x-in qiymətidir. Mən aparıb funksiyada sual 41, yəni y1-i hesablamalıyam. Olacaq mənfi 1-in kvadratı, üzərinə gəlinsin 2 vuraq 1, üzərinə gəlinsin 12. Bunun da cavabı nəyə bərabər olur? 13-ə. Doğru cavab uşaqlar 13-dür. 42-ci sualda da həmçinin oxşar qaydanın ən böyük qiyməti istəyir. Əvvəlcə bunun m-ini taparıq. 2 bölünsün 1 eləyir, yəni m-i aparıb yerinə qoyub y1-i hesablayacağım. Olacaq mənfi 1, üzərinə gəlinsin 2, üzərinə gəlinsin 5. Bunun da cavabı bərabər olur müsbət 6-ya. Növbəti 43-cü suala baxaq. Deyir ki, bu funksiyanın qrafiki M3-15 nöqtəsindən keçirsə, onun təpə nöqtəsinin koordinatları cəmini tapır. Uşaqlar, bu funksiya əgər bu nöqtədən keçirsə, deməli biz funksiyada x-in yeni 3 qoyanda funksiyamız 15-ə bərabər olmalıdır. 3-ün kvadratı, üzərinə gəlinsin 3, üzərinə gəlinsin c, bərabər olur 15-ə. Buradan c-imizin 3 olduğunu alırıq. Funksiyamızı ikinci dəfə yazsaq, olacaq x kvadratı, üzərinə gəlinsin x, üzərinə gəlinsin 3. Təpə nöqtəsinin koordinatları m və n-in köməyi ilə tapılır. M bərabərdir mənfi b bölünsün 2a-dır. Olur nə? Mənfi 1 bölünsün 2. N isə 4ac çıxaq b kvadratı bölünsün 4a düsturu ilə tapılır. Yəni olur 12 çıxaq 1 bölünsün 4. Bu da olur neçə? 4-də 11. Bizdən bu m ilə n-in cəmini istəyir. 4-də 11-in üzərinə 4-də neçə gəlməliyik? 4-də 11 2 tam 175'dir. Ondan 0,5 çıxanda 2 tam %25 edir. Doğru cavab 2 tam %25 olacaq. Növbəti 44-cü suala baxaq. Deyir ki, p parametrin hansı qiymətində bu funksiyanın ən kiçik qiyməti 6-ya bərabərdir. Biz dedik ki, funksiyanın ən kiçik və yaxud ən böyük qiymətləri n-in köməyi ilə tapılır. N-in düsturu bu şəkildədir ki, n bərabərdir mənfi diskriminant bölünsün 4a. Və bu bərabər olmalıdır 6-ya. Onda buradan mənfi diskriminant bərabər olur 24a-ya. Yəni 4ac çıxaq b kvadratı bərabər olmalıdır 24-ə. Çünki a-mız 1-dir. İndi burada olur 4p çıxılsın 4 bərabərdir 24-ə. 4p bərabər olur müsbət 28-ə. P-ni tapsaq 28 bölünsün 4 olur müsbət 7. 44-cü suala doğru cavab olur 7. 45 də oxşar sualdır. Bunu da bu şəkildə yazacaqsınız. 46-cı suala baxaq. Yazıb ki, m parametrin hansı qiymətində bu funksiyanın qrafiki abziz oxuna koordinat başlanğıcından solda toxunar. Solda toxunarsa, deməli bunun təpə nöqtəsinin abzisi, yəni m-i 0-dan kiçikdir. Onda mən mənfi b bölünsün 2a-nı 0-dan kiçik götürməliyik. A-mız 1 olduğuna görə mənfi b kiçik olur 0-dan. Düzdürmü? Daha sonra hər tərəfi mənfiyə vursaq b böyük olmalıdır 0-dan. Ona görə bizim b-mizi, yəni 2m plus 2-ni 0-dan böyük götürəcəm. 2m böyük olur mənfi 2-dən, m də böyük olur mənfi 1-dən. M mənfi 1-dən böyük olur. Düzdürmü? Digər tərəfdən solda toxunar deyirsə, deməli bu funksiyanın yeganə kökü var. Yəni bunun diskriminantı 0-a bərabərdir. Yazacağım 2m plus 2-nin kvadratı çıxılsın 4 vurulsun 1 çıxaq 4m. Bu bərabər olmalıdır 0-a. Buradan 4m kvadratı üzərinə gəlinsin 8m, üzərinə gəlinsin 4. Çıxılsın 4, üzərinə gəlinsin 16m. Bərabər olmalıdır 0-a.
Müsbət və mənfi 4-ləri islah aparandan sonra 4m kvadratı üzərinə gəlinsin 24m bərabər olur 0-a. 4m'i ortaq vuruq kimi ötərizə xaricində çıxarsaq 4m vurulsun m plus 6 bərabər olur 0-a. Birinci kökü 0, ikinci kökü isə mənfi 6 tapırıq. Amma biz burada m'in mənfi 1-dən böyük olduğunu qeyd eləmişik. Ona görə mənfi 6-nı götürə bilmərik. Doğru cavabımız olur 0. 47-ci sualda da deyir ki, x bərabərdir simmetri oxunun tənliyi x bərabərdir mənfi 3 olan funksiyanın qrafikinin təpə nöqtəsi abs oxunda yerləşir. M plus n cəmini tapın. Sağ tərəfi silək. Deməli uşaqlar, burada simmetri oxunun tənliyi x bərabərdir mənfi 3 isə, deməli bizim bu funksiyamızın bayaqda dedik, təpə nöqtəsinin absisi mənfi 3-dür. Yəni bizim mənfi b bölünsün 2a-mız mənfi 3-dür. Burada mənfi b-miz bərabər olur mənfi 6a-ya. B-ni tapsaq b bərabər olur müsbət 6a-ya. Yəni a-mız da 1 olduğuna görə 6-ya. Ona görə m çıxılsın 1-in 6 olması lazımdır. M-imizin 7 olduğunu tapırıq. M-i 7 tapandan sonra funksiyamızı ikinci dəfə yazsam alacaq x kvadratı üzərinə gəlinsin 6x, üzərinə gəlinsin n. Təpə nöqtəsi abs oxunun üzərində yerləşirsə, deməli diskriminantda 0-a bərabərdir. Yəni 6-nın kvadratı çıxılsın 4n bərabər olur 0-a. Buradan n də bərabər olur 9-a. M-i n-i tapdığımıza görə artıq m plus n cəmini tapa bilərik. Olur 9 plus 7, 16. 48-ci sualda da oxşar sualda eyni qaydadan yazacaqsınız. Baxaq sual 49-a. K parametrinin hansı qiymətində bu funksiyanın qrafiki abs oxuna toxunur? Uşaqlar, abs oxuna toxunursa, deməli bunun bir kökü var. Və bir kökün olması üçün diskriminantın 0-a bərabər olması lazımdır. Ona görə mənfi 2 vurulsun k minus 1-in mötərizə kvadratı çıxılsın 4 vuraq 2k minus 5 vuraq 3 bərabər olmalıdır 0-a. Buradan mən bunu yazacağım 1 çıxaq 2k-nın mötərizə kvadratı çıxılsın 24k üzərinə gəlinsin 60 bərabər olmalıdır 0-a. Buradan 1 çıxaq 4k kvadratı üzərinə gəlinsin 4k çıxılsın 24k üzərinə gəlinsin 60 bərabər olur 0-a. Buradan olur mənfi 4k kvadratı çıxılsın deməli burada çıxılsın 20k üzərinə gəlinsin 61 bərabər olur nəyə? 0-a. Burada uşaqlar bir diqqətsizliyimiz oldu. Mənfi 2-ni k minus 1-ə vuranda 2 çıxılsın 2k elir. Və burada olacaq 4 çıxılsın, üstünə gəl 4k kvadrat çıxılsın 4k çıxılsın 4k çıxılsın 24k. Yəni bunu bir də aşağıdan yazaq. Burada olacaq nə? Dedik ki, olur müsbət 4k kvadratı. Daha sonra birinci ilə ikincinin hasilini ikimizdir. Çıxılsın 8k. Çıxılsın 8k. Üzərinə gəlinsin 4. Çıxılsın 24k. Üzərinə gəlinsin 60. Bərabər olur 0-a. Buradan 4k kvadratı çıxılsın 32k. Üzərinə gəlinsin 64. Bərabərdir 0-a. Hər tərəfini 4-ə bölsək k kvadratı çıxılsın 8k. Üzərinə gəl 16. Bərabərdir 0-a. Bu da bilirik ki, k çıxılsın 4-ün mötərizə kvadratıdır. Bunun 0-a bərabər olması üçün k-mız müsbət 4 olmalıdır. Doğru cavab müsbət 4. Növbəti 50-ci sualda uşaqlar oxşar sualdır. Bunu da özünüz yazacaqsınız. Sual 51-ə baxaq. Deyir ki, m-in hansı ən kiçik qiymətində bu parabolanın təpə nöqtəsi birinci rübdə yerləşir. Uşaqlar, birinci rübdə yerləşirsə, deməli bunun m-i də 0-dan böyükdür, n-i də 0-dan böyükdür. M bilirik ki, mənfi b bölünsün 2a düsturuyla tapılır. Bu böyük olmalıdır 0-dan. Onda mənfi b böyük olur 0-dan. Yəni b-miz indi bizim 2 vurulsun m-5'dir. Bu böyük olur, kiçik olur 0-dan. Hər tərəfi mənfiyə vuranda. Buradan 2m çıxılsın 10. Kiçik olur 0-dan. M kiçik olur 5-dən. M-in 5-dən kiçik olduğunu tapdıq. Digər tərəfdən bunun n-i də normaldır 0-dan böyük olmalıdır. Yəni yazacağım ki, 4ac çıxaq b kvadratı böyük olmalıdır 0-dan. Olur nə? 4m kvadratı çıxılsın 2m minus 10-un mötərizə kvadratı böyük olmalıdır 0-dan. Düzdürmü? Buradan 4m kvadratı çıxılsın 4m kvadratı üzərinə gəlinsin 40m çıxılsın 100 böyük olur 0-dan. Buradan alınır ki 40m böyük olur 100-dən. M də böyük olur 2,5-dən. İndi bizim m'imiz 2,5-dən kiçik 2,5-dən böyüksə, deməli 2,5 5 aralığına düşür. Və bu aralıqda m'in ən kiçik qiyməti neçə olacaq? Müsbət 3 olacaq. Doğru cavab müsbət 3-dür. Növbəti 52-ci suala baxaq. Uşaqlar, bizə 2 dənə fx və gx funksiyaları verilib. Bu funksiyaların üçündür ki, c-nin ala biləcəyi ən kiçik tam qiyməti müəyyənləşdirin. Uşaqlar, funksiyalara baxıram, görürəm ki, fx funksiyasının kökləri -5 və -3-dür. Mən onu a vurulsun x plus 5 vurulsun x plus 1 şəklində yaza bilərəm.
Bunu vurub açanda olacaq a vurulsun x kvadratı üzərinə gəlinsin 6x üzərinə gəlinsin 5. Bu da nəyə bərabər olur? Ax kvadratı üzərinə gəlinsin 6ax üzərinə gəlinsin 5-ə. Digər tərəfdən bizim gx funksiyamızın kökü 3 olduğuna görə mən onu yazacağam. Buna bir a1 deyək. Buna bir a1 deyək. a2 vurulsun x plus 3-ün mötərizə kvadratı kimi deyə bilərik. Olacaq a vurulsun, a2 vurulsun, x kvadratı çıxılsın 6x plus 9. Vurub açsaq, olacaq a2x-in kvadratı çıxılsın 6a2x üzərinə gəlinsin 9a2. Və bunların c-lərinin bir-birinə bərabər olması lazımdır. Uyğun olaraq burada c-miz 5a1 və 9a2-dir. Bunlar nə bərabər olur? Və indi bunun ən kiçik qiymətini sizcə təbii ki a1-ə 9, a2-ə də 5 deyəcəm. Onda bizim c-miz 5 vuraq 9 və yaxud da 9 vurulsun 5 hesablamaqla 45 olduğunu ala bilərsiniz. Doğru cavabımız olur burada müsbət 45. Növbəti həll üçün suala baxaq uşaqlar. Baxın bizə 3 dənə funksiya verilib. Hər biri üçün təpə nöqtəsinin koordinatlarını və artma-azalma aralıqlarını müəyyənləşdirməliyik. Əvvəlcə birinci funksiyanın təpə nöqtəsinin koordinatlarını tapsam, n bərabər olacaq müsbət 4 bölünsün mənfi 2. Olur nə? Mənfi 2. Düzdürmü? Təpə nöqtəsinin m-ini tapdıq. Deməli, təpə nöqtəsinin m-i oldu. Daha doğrusu mənfi 1 bölünsün 2 adı. 4 bölünsün 2, 2 olur. Aparıb yerinə qoyanda n-imiz bərabər olur 4 çıxaq 8, mənfi 4 çıxaq 6. Deməli, təpə nöqtəsi 2, 6-dır. 1-ə uyğundur B. Daha sonra təpə nöqtəsinin m-i əgər 2-dirsə, deməli bu mənfi sonsuzluq müsbət 2 aralığında azalır. D də həmçinin 1-ə uyğundur, 1-ə B-dir. 2-yə baxsaq, 2-nin təpə nöqtəsinin koordinatları olur m-i mənfi 3. Aparıb yerinə qoyanda n-i də 3 olur. Ona görə təpə nöqtəsinin koordinatları 3 mənfi 3 3 olur. A variantı buna uyğundur. Üçüncüyə baxsaq, m-i olur 4. Deməli bu mənfi sonsuzluq 4 aralığında nə edir? Azalır təbii ki. Buna da uyğun olacaq C variantı. Bu da bizim 53-cü sualımız. Növbəti 54-cü suala baxaq. Uşaqlar, birinci funksiyaya baxıram, görürəm ki, qollar yuxarıdırsa A sıfırdan böyük. İki müxtəlif nöqtə kəsibsə, deməli diskriminanta sıfırdan böyük. Başqa nə var burada? A, B-ni tapaq. C, buradan C-ni görürəm ki, Y oxunun müsbət istiqadə kəsinə görə C də sıfırdan böyükdür. B-si də ki, sıfırdan kiçik olacaq. Çünki əgər M-i təpə nöqtəsinin X-i, baxın burada, müsbətsə, deməli B-nin özü mənfidir. İndi buna uyğun olacaq nə? ABC hasili müsbətdir. Bəli, 1-ə A uyğundur. 1-ə A uyğundur. Daha sonra diskriminant sıfırdan böyükdür, yəni B kvadrat çıxılsın 4AC. D də uyğundur. 1-ə A-dir. 2-yə baxaq. 2-də görürəm ki, uşaqlar, bunun diskriminantı sıfıra bərabərdir. Çünki A bizovuna toxunur. Onda B kvadratı çıxılsın 4AC bərabərdir sıfıra. Görək buna uyğun olan variant varmı? Var. B variantı. B kvadrat bərabərdir 4AC. Buna uyğundur B variantı. Daha sonra 3-cüyə baxsaq, bu diskriminantı sıfırdan kiçikdir. E variantı görürəm elə B kvadrat çıxılsın 4AC sıfırdan kiçikdir. Çünki A bizovuna toxunmursa, deməli həqiqi kökü yoxdur. E variantı buna uyğundur. Və bir də görək başqa uyğun olan variant varmı? Təpə nöqtəsinin eni sıfırdan böyükdür. Bəli. Təpə nöqtəsinin eni sıfırdan böyükdür. C də həmçinin 3-ə uyğundur. Oldu 1-ə A, D, 2-ə B, 3-ə C, Y. 55-ci suala baxaq. Uşaqlar, burada baxın. Bu təbii ki, görək. Şimdi burada nə olacaq? Bunu görək, ordinat oxunu harada kəsir? Absis oxunu daha doğrusu. Absis oxunu kəsəndə bunun y sıfır olur. Yəni mən x kvadratı çıxılsın 1-i sıfıra bərabər işləyəcəm. Buradan x bərabər olacaq plus minus 1-ə. Deməli, absis oxunu iki müxtəlif nöqtədə kəsir. 1-ə uyğundur B, 1-ə B uyğundur. Daha sonra qiymətlər çoxluğunu tapaq. Ən kiçik qiyməti mənfi 1-dir, mənfi 1 müsbət sonsuzluq olacaq. Hansı variant? D variantda 1-ə uyğundur, 1-ə B-dir. 2-yə baxaq. Bu deməli, absis oxuna 1-0 nöqtəsinə toxunur. Bəli, x-i yenə bir qoyanda 0 alır. Deməli, E uyğun olacaq 2-yə. Başqa uyğun olan variant varmı? Qiymətlər çoxluğu da mənfi 1, mənfi sonsuzluğu da mənfi 1-dir. Çünki onun mənfi 1-i ən böyük qiymətidir. Başqa uyğun olan variant yoxdur. 3-ə baxaq. Ordinat oxunu 0-1 nöqtəsində kəsir. Bəli, A buna uyğundur. 0-1. Bir də qiymətlər çoxluğu 1 müsbət sonsuzluq. Çünki ən kiçik qiyməti 1-dir və 1-dən başlayaraq müsbət sonsuzluğa kimi davam eləyəcək. Növbəti 56-cı suala baxaq. Görək, təpə nöqtəsi deyir ki, 1 mənfi 1-dir. Bu 2-yə uyğundur uşaqlar. Bu 2-yə uyğundur. Çünki baxın 1 qoyanda mənfi 1 alır və təpə nöqtəsinin emi mənfi 1 bölünsün 2 adı axı. Mənfi 1 bölünsün 2 adı. Düzdür? 2-yə uyğundur bu.
Deməli, burada baxaq indi, görək başqa. Mənfi B bölünsün 2A. Mənfi B, gəl tapaq da uşaqlar. Gəl tapaq. Deməli, 1-ə uyğun olacaq nə? Bunun ən kiçik qiyməti uşaqlar mənfi 3-dür. Bəli, 1-ə uyğundur C. Çünki kvadrat burada bunun yerinə 0 nəzərə alırıq və 0 çıxılsın 3 mənfi 3 olur. Ən kiçik qiyməti oldu mənfi 3, bu getdi. Daha sonra ikinciyə baxsaq, ən kiçik qiyməti mənfi 1 nöqtəsində alır. Bəli. Çünki bax bunun m-ini tapanda mənfi B bölünsün 2 daxil, mənfi 6 bölünsün 3, daha doğrusu 3 vurulsun 2 olur, mənfi 1. Mənfi 1 olur. Ona görə 2 uyğundur B, 2 uyğundur B. 3-ə də uyğundur, təpə nöqtəsinin koordinatları bunun m-i 1 olur, aparıb yerinə qoyanda n də olur, mənfi 1. A variantda buna uyğundur. 1-ə C, 2-yə B, 3-ə A, bir də o il yoxunu 0,6-da kəsir. Bəli, x ilə 0 qoyanda 46 olur, 3-ə E də uyğundur. Bax, bu şəkildə. Növbəti 57-ci sualda uşaqlar oxşar sualdır. Bunu 56-dakı kimi həll edəcəksiniz. Baxaq, sual 58-ə. Buna baxaq. Deməli, görək, təpə nöqtələrinin koordinatlarını tapaq. Burada uşaqlar birinci variantda təpə nöqtəsi koordinat başlanğıcında yerləşir. 0 verəndə 0 alır. Bəli. Ona görə də 1-ə uyğun olur. Abis oxu üzərində yerləşir daha doğrusu. 0 verəndə 0 alır. Abis oxu üzərində yerləşirsə, bunun m-ini tapaq uşaqlar. Mənfi B bölünsün 2A. Düzdür. Deməli, mənfi B, mənfi 4 bölünsün mənfi 2 olur 2 və 0. Deməli, abis oxu üzərində yerləşir. 1-ə uyğundur E. 1-ə uyğundur E. Bircə dəqiqə uşaqlar. Bircə dəqiqə. Burada nəyəsə səhv elədik biz. Mən bunu düzəldək. Baxın, 58-də. Dedik ki, parabola koordinat başlanğıcından keçir. Bəli, çünki x-ə 0 verəndə funksiya 0 alır. 1-ə uyğun oldu D. Daha sonra başqa uyğun olan variant varmı? Xeyr. 2-yə baxaq. Bunun təpə nöqtəsinin koordinatları olur m-i mənfi 3. Mənfi 3. N-i də aparıb yerinə qoyanda 9 çıxılsın 18, mənfi 16. N də olur mənfi 16. M-i də N də mənfidirsə, deməli təpə nöqtəsi 3-cü rübdə yerləşir. A variantı 2 uyğundur. Ən kiçik qiyməti mənfi 16-dır. Bəli, tapdığımız yer ilə bizim ən kiçik qiyməti B də uyğundur 2-yə. 1-ə D, 2-yə A, B, qaldı C ilə Y. A biz oxu üzərində yerləşir. Bəli, bu da 3 uyğundur. 3-ə də Y uyğun olacaq. Gəlin, indi ətraflı yazılı cavab tələb olan tapşırıqlara baxaq. Sual 59. Təpə nöqtəsidir 3-cü rübdə yerləşir. 3-cü rübdə yerləşirsə, deməli bunun nədir? M-i 0-dan kiçikdir. Yəni, P mənfi B bölünsün 2A-sı 0-dan kiçikdir. Buradan A-mız 1 olduğuna görə mənfi B kiçik olur 0-dan, B böyük olur 0-dan. B-miz ilə P çıxağı 6-dır. P çıxılsın 6 böyük olmalıdır 0-dan, P böyük olur müsbət 6-dan. Digər tərəfdən, N-i də axı mənfi olmalıdır. Yəni 4AC çıxaq B kvadrat da kiçik olmalıdır 0-dan. Olur 64 çıxılsın P minus 6-nın mötərizə kvadratı kiçik olmalıdır 0-dan. Mən bunu vurğulara 8 minus P plus 6 vurulsun 8 plus P minus 6 kimi ayıracam. Kiçik olur 0-dan. Olur 14 çıxaq P vurulsun 2 plus P kiçik olmalıdır 0-dan. Bunu 0-a çevirən qiymətdə mənfi 2 və müsbət 14-dür. İntervallara ayıranda 14-dən böyük bir qiymət verəndə mənfi, müsbət, mənfi. Bizə mənfilər lazım deyənə mənfi sonsuzluqdan mənfi 2-yə birləşmə 14 müsbət sonsuzluq olur. Amma biz yuxarıda P-nin altından böyük olduğunu qeyd eləmişdik, ona görə bu aralığı götürə bilmərik. Bizə lazım olan aralıq deməli 14 müsbət sonsuzluq aralığıdır. Və məndən bu aralıqda P-nin ən kiçik qiymətini soruşuna görə deməli cavab olur 15. Növbəti 60-cı suala baxaq. Uşaqlar baxın, B-nin deyir ki, AB 4-dür. B-nin koordinatı mənfi 3-dür. Bax, B mənfi 3-dürsə, təbii ki, A avtomatik neçə olmalıdır? 1 olmalıdır ki, 1-dən mənfi 3 çıxanda AB məsafəsi 4 eləsin. A-nı tapdıq 1. İndi biz funksiyamızı ümumi şəkildə yazsaq olacaq A vurulsun x plus 3 vurulsun x minus 1. Bunu vurub açanda olur A vurulsun x kvadratı üzərinə gəlinsin 2x minus 3. Sadələşdirsək olur ax kvadratı üzərinə gəlinsin 2ax çıxılsın 3a. Düzdürmü? Bizim indi C-miz 3'dür. Yəni mənfi 3a-mız 3'dür. Buradan mənfi 3a-mız bərabər olur 3-ə. A-mız bərabər olur mənfi 1-ə. A-mız 1-dirsə, B-miz axı 2a-dır, olur mənfi 2. C-miz də ki 3-dür. Bizə nə istəyir indi? A çıxaq B çıxaq C. Yəni mənfi 1 üzərinə gəlir 2 çıxılsın 3. Olur nə? Mənfi 2. Doğru cavab 60-da mənfi 2 olur.
Növbəti 61-ci sual uşaqlar oxşar sualdır. Bunu özünüz yazacaqsınız. Baxaq 62. Deyir 5AO məsafəsi. Buna uşaqlar gəlin A-nın koordinatı x1 deyək, buna da x2 deyək. Onda nə olacaq? Gəlin indi sağ tərəfdən yazın bunu. Sual 62-yə baxırıq. Bir dənə sağ tərəfi silək. Deməli burada onda nə olacaq uşaqlar? Əgər bizim A-mıza x1 demişiksə, AO məsafəsi nə olacaq? -x1. Daha sonra AB məsafəsi nə olacaq? AB məsafəsi x2 çıxaq x1. Bizə də deyir ki, 5AO məsafəsi, yəni 5 dənə -x1 bərabərdir 3 dənə AB-yə. Yəni 3x2 çıxılsın 3x1-ə. Buradan biz -3x1-i keçirsək sola, olacaq -2x1 bərabərdir 3 dənə x2-yə. Düzdürmü? Bu bərabərliyi alırıq. İndi AO deyirsə, təbii ki, O-dan biz A-nı sıxmalıyıq. Belə bir bərabərlik alırıq. Belə bir bərabərlik alırıq. Düz yazdıq. Hə. İndi uşaqlar bizim köklərimiz axı bunlardır. Yazacağım ki, A vurulsun x çıxaq x1, vurulsun x çıxaq x2, bərabər olur. Bərabər olur. Bunu vurub açanda nə olur? A vurulsun x kvadratı, çıxılsın x2, çıxılsın x1 və üzərinə gəlinsin x1, x2. Bunu biraz da sadələşdirsək olur ax kvadratı, çıxılsın ax2, çıxılsın ax1, üzərinə gəlinsin ax1, x2. Və bizə verilən funksiyamız buna bərabər olmalıdır. Yəni -x kvadratı üzərinə gəlinsin 11x, üzərinə gəlinsin 2k, çıxılsın 6. Düzdürmü? Buradan indi baxsaq uşaqlar görürük ki, bizim A-mız deməli neçədir? A-mız -1-dir. A-nı tapdıq -1. A-nı -1 tapdıq. Sonra nə edərik? Burada baxın uşaqlar, x-in əmsalı 11-dir. A-mız -1-dirsə, onda bunların cəmi nə edir? 2x. Elə bir ki, mən 2x oradan çıxaranda, 2x-i mütərizə xaricə çıxaranda, 2x vurulsun x1 plus x2. Düzdürmü? Onda A-nın x-in əmsalı indi 11 olması üçün x1 plus x2 cəmi nə olmalıdır? x1 plus x2 cəmi 5,5 olmalıdır. Elə deyil. x1 plus x2 cəmi 5,5 olur. Digər tərəfdən bizim A-mız -1-dir. -x1, x2 də nəyə bərabər olmalıdır? 2k minus 6-ya. Bunu aldıq. Və biz uşaqlar -2x1-in 3x2-yə bərabər olduğunu almışdıq yuxarıda. -2x1-in 3x2-yə. Buradan x1 nəyə bərabər olur? -1,5 x2-yə. Gətirib burada yerinə qoyaq. Olacaq nə? -1,5 x2 qoyanda x1-in yerinə olur -0,5 x2 bərabərdir 5,5-ə. x2 olur neçə? -11. x2-ni -11 tapdıq. x1 olur neçə? x1'imiz olur. x2'ni -11 tapandan sonra x1'imiz olur -16,5. 16,5. İndi buradan bizə nə istəyir? x1, x2 hasil dedik ki 2k-6-ya bərabərdir. Elə deyil. 2k-6-ya bərabərdir. Buradan indi mən yazacağım ki burada uşaqlar mən bir şeyə diqqət yetirmək istəyirəm. Bu AO məsafəsi deyiləndə təbii ki 0-dan x1 çıxırıq. Amma bunlar yəqin ki belə nəzərdə tutmayıblar. Çünki bu şəkildə cavab alınmır. Bu formada yazanda. Fikir verin. Burada yazmışam. -x1, x2 hasili bərabər olur 2k-6-ya. O heç. Bu alınır. Buradan bizim x1'i də x2'ni də tapmışıq. Orası da heç. x1'i də x2'ni də tapmışıq. Gətirib burada hasildə yerinə qoyanda bu şəkildə alınmır. Ona görə də biz elə gəlin OA məsafəsi deyiləndə, AO məsafəsi deyiləndə x1 götürək. AB məsafəsi deyiləndə x2 çıxaq x1 götürək. İndi yazaq tənliyimizi ikinci dəfə. Olacaq 5x1 bərabərdir 3x2 çıxılsın 3x1. Görək bu formada alınacaqmı? Buradan 8x1 bərabər olur 3x2. Bax belə yazaq. İndi bayaqki kimi yazacağım A vurulsun x çıxaq x1 vurulsun x çıxaq x2. Bu bərabər olmalıdır fx funksiyamıza. Yəni -x kvadratı üzərinə gəlinsin 11x, üzərinə gəlinsin 2k-6-ya. Vurub açanda olur ki A vurulsun x kvadratı çıxılsın x2, çıxılsın x1, üzərinə gəlinsin x1, x2, bərabər olmalıdır -x kvadratı üzərinə gəlinsin 11x, üzərinə gəlinsin 2k-6-ya. Buradan olur ax kvadratı, çıxılsın ax2, çıxılsın ax1, üzərinə gəlinsin ax1, x2, bərabər olmalıdır -x kvadratı üzərinə gəlinsin 11x, üzərinə gəlinsin 2k-6. Buradan rahatlıqla görürük ki, bizim
A'mız mənfi 1'dir. Bak burada yazacağım A'mız mənfi 1'dir. Onda A'mız mənfi 1'dirsə A x1 x2 hasili də A x1 x2 hasili də bərabər olmalıdır 2 komünüz 6'ya. Onda bizim x1 x2 hasilimiz nəyə bərabərdir? 6 çıxısın 2k'ya. Bu şəkildə yaza bilərik. Digər tərəfdən A'mız mənfi 1'dirsə buradan 2ax'i çıxaranda mötərizənin qabağına 2x'i. 2x vurulsun x1 plus x2'nin nəyə bərabər olması lazımdır? 11x'e. Buradan onda x1 plus x2 cəmi bərabər olur nəyə? 5,5'ə. x1 plus x2 cəmi bərabər oldu 5,5'ə. Düzdürmü? Bunu tapdıq. 8x1'in 3x2'ye bərabər olduğunu almışıq orada. Gətirib indi x1'i tapsam x1 bərabər olacaq 8'də 3 dənə x2'ye. Gətirib burada yerinə qoya. Olur 8'də 11x2 bərabərdir 10'da 55'ə. Düzdürmü? x2'ni tapmaqdan ötürü 10'da 55'i vuracaqsınız 11'də 8'ə. 4 eləyir. x2 4'dür. x2 4'dürsə, deməli x1 neçə olur? x1 də olur 6. Bu da x2'dir. İndi bizdən k-nı istəyir axı. x1 x2 hasilinin 6 çıxısın 2k olduğunu tapmışdıq. Onda 24 bərabər olacaq 6 çıxısın 2k'ya. Buradan 2k bərabər olur mənfi 18'ə, k da bərabər olur mənfi 9'a. Doğru cavab mənfi 9. Növbəti uşaqlar 63-cü suala baxaq. Görək burada A-nın koordinatı neçədir? X-ə 0 verərəm. Bu olacaq neçə? 8. Bura oldu 8. Sonra nəyi tapa bilərəm? Burada C 6'dır. Və buranın koordinatı 6'dır. Görək X 6 verəndə B neçə olur? F6'nı yəni hesablayaq. Olur mənfi 36, üzərinə gəlinsin 42, üzərinə gəlinsin 8. Olur neçə? Deməli 6, 14 olur. Deməli B'nin koordinatı 14'dür. İndi bizdən bu trapesiyanın sahəsini istəyir. S trapesiya bərabər olacaq. AO oturacağı ilə BC oturacağının cəminin BC hasili, yəni hündürlüyə hasili. Buradan AO oturacağımız 8'i üzərinə gəlinsin. CB oturacağımız 14'dür. Bölünsün 2, vurulsun 6. Cavab olur neçə? 66. 63-cü sualda doğru cavab 66 kvadrat santimetr olur. Sonuncu 64-cü çalışmaya baxaq. Deməli uşaqlar burada şəkli çəkdim. Bizə deyir ki, abs oxunun mənfi 2, 0 və 6, 0 nöqtəsinə kəsir. Bax bunları qeyd elədik. Bunlara A və B nöqtələr dedik. Daha sonra C nöqtəsi deyir ki, bu funksiyanın qrafikin təpə nöqtəsidir. Mənə A-nı 0-dan kiçik verib deyənə qolları aşağı olan bir parabola çəkdim. Daha sonra burada C nöqtəsində bu təpə nöqtəsinin koordinatı olaraq, yəni eyni olaraq qeyd elədim. İndi burada uşaqlar bu təpə nöqtəsinin təbii ki x-i bizim simmetriya mərkəzimiz olur da. 6 ilə mənfi 2-nin cəminin yarısı bu absis. Yəni bura m-imiz bizim 2-dir. M2 tapandan sonra burada bir qırmızı ilə işarələdim düzbucaq, daha doğrusu üçbucaq yaranır. Bizə onun sahəsini 24 verir. Burada sahə düsturunu yazıb eni tapdım 6. Deməli C-nin koordinatları olur 2, 6. M-imiz 6, enimiz 2-dir. M-imiz 2, enimiz 6-dır. Ona görə cədvəlin ikinci sətrində M plus N cəmi olaraq 8 yazacaqsınız. Parabolanın təpə nöqtəsinin yerləşdiyi rüb, təbii ki görün neçənci rübdə yerləşir? Birinci rübdə yerləşir. Bura birinci rübə yazacaqsınız. Bir də A plus B plus C-nin cəmini istəyir. Onu da necə taparıq uşaqlar? Biz funksiyanı ümumi şəkildə A vurulsun x plus 2, vurulsun x çıxar 6 kimi yaza bilərəm. Bu da bərabər olur. A vurulsun x kvadratı çıxılsın 4x çıxılsın 12 şəklində. Bərabər olur. AX kvadratı çıxılsın 4AX çıxılsın 12A'ya. Bax bu şəkildə. A-nı tapsaq bircə funksiyamızı tapmış olaraq. Burada fikir verin uşaqlar. X-ə 2 verəndə biz funksiyada 6 tapdıq. Ona görə x-in yeni 2 qoyacağım. Olacaq 4A çıxılsın 8A çıxılsın 24 bərabər olmalıdır 6-ya. Burada mənfi 4A bərabər olur neçəyə? 30-a. Düzdürmü? 30-a. A da bərabər olur mənfi 7,5'ə. A-nı mənfi 7,5 tapdıq. Bizim A-mız deməli mənfi 7,5'dir. Mənfi 7,2'də 1. Üstünə gəl. B-miz neçə olur? B-miz indi mənfi 8 addır. Düzdürmü? B-miz bizim mənfi 4 adı daha doğrusu. 30 olur. Mənfi 4A 30 olur. Üzərinə gəl 30. Üzərinə gəl. C-mizdəki mənfi 12. Mənfi 12. C-mizdəki burada mənfi 12 adı. A-nı da mən mənfi 7,5 tapmışam. Mənfi 12'ni mənfi 7,5'ə vuranda